Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. 3,5 hektar ərazini əhatə edən parkda sakinlərin rahatlığı üçün söhbətgahlar, amfiteatr, tenis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb. Müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir və onun dünyanın ən gözəl şəhərlərindən birinə çevirir. Bakının müxtəlif yerlərində açılan yeni istirahət güşələri sakinlərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir. Yeni park isə paytaxtın yaşıl xəritəsinə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.